müasir mövzuda ilk Azərbaycan operası haqqında danışacağım. Və dərsi sual-cavab əsasında quracağım ki, dərsi yaxşı, mükəmməl öyrənə biləsiniz. İlk müasir opera hansıdır? İlk müasir opera Müslüm Maqomayevin Nərgiz operasıdır. Nərgiz operası neçə hissəlidir? Neçə pərdəlidir daha doğrusu? Nərgiz operası 4 pərdəlidir. Nərgiz operası kimin piyesinin süjeti əsasında yazılmışdı? Hüseyn Zabidin radio piyesinin süjeti əsasında yazılmışdı. Əsərdə nədən bəhs olunur? Hansı hadisələrdən bəhs olunur? Operada Azərbaycan kəndlərinin birində xalqın mübarizəsi musiqi dili vasitəsilə təsvir olunur. Nərgiz operasının əsas personajları kimdir? Yəni əsərin qəhrəmanları kimdir? Bu əsərin qəhrəmanı Nərgiz və Əliyardır. Müslüm Maqomayev ikinci dəfə Nərgiz operası üzərində işləyir, lakin yarımçıq qalır, ömrü fəda etmir və o bu əsəri yarımçıq qoyur. Əsərin davamı elətdirilirsə Qliyer və Niyazi olur ki, Niyazi də və Qliyer neçənci ildə Nərgiz tamaşaya qoyulmuşdur. Onların köməyi ilə bu əsər 1938-ci ildə Moskvada tamaşaya qoyulmuşdur. Əliyar obrazını kim ifa etmişdir? Əliyar obrazını Rəşid Behbudov ifa etmişdir. Əliyarın ariyası hansı melodiyaya yaxındır? Əliyarın ariyası Çoban Bayaçısına yaxındır. Hansı xalq musiqisilərindən istifadə olunmuşdur bu əsərdə? Bu əsərdə Turacı xalq rəqsindən və bir çox xalq mahnılarından da istifadə olunmuşdur. Qeyd edim ki, Turacı xalq rəqsi Mahur muğamı üzərindədir. Və burada Nərgizin operası var ki, o da Qəmli mahnısıdır. Nərgiz operası 3-cü pərdəsində Nərgizin Qəmli mahnısı səslənir ki, bu da Şuştər muğamının intonasiyasına əsaslanır. Bəstəkar xor üçün yazdığı musiqidə hansı rəqsdən istifadə edir? Dedik ki, Turacı xalq rəqsindən istifadə edir. Nərgizin Qəmli mahnısında hansı musiqi oxunur? Çıxdım qaya başına. 3-cü pərdədə səslənən xorda hansı xalq mahnısı səslənir? Bağçadan gələn səs. 1-ci pərdənin final xorunda isə hansı xalq mahnısından istifadə olunur? Gün çıx xalq mahnısından istifadə olunur. Dərsliyimizdə olan bir mahnımız var ki, bu da Gəncliyimiz mahnısıdır. Mahnının musiqisi Rauf Hacıyevindir, sözləri Tofiq Mütəllimovundur. Mahnımız marş tempindədir və 4/4 ölçüyə sayılır. Xanəmiz 4/4 ölçüyə sayılır. Mahnı ifa etsək, görək ki, həqiqətən mahnı marş tempindədir. Mahnı marş tempindədir və mahnı da xorla ifada daha möhtəşəm alınır. Dərslikdə verilən sualları biz artıq hamısını öyrəndik. Nərgiz operası hansı bəstəkar yazmışdır? Müslüm Maqomayev. Nərgiz operasının hansı musiqilərimizdən istifadə olunmuşdur? Qeyd etdik ki, o Turacı xalq rəqsindən, Nəmlinin Qəmli mahnısından, Çıxdım qaya başına, 3-cü pərdən Bağçadan gələn səs, 1-ci pərdədə isə final xorunda isə Gün çıx mahnılarından istifadə olunmuşdur. Müslüm Maqomayevin vəfatından sonra Nərgiz operasının üzərində
kimlər işi davam etdirmişdi. Dedik ki, bunu da davam etdirən Qiliyer və Niyazi olmuşdu ki, bu da həmin ili də Moskvada tamaşaya qoyulmuşdu. Gəldiyimiz mağazanın müəllifləri haqqında da məlumatımız oldu. Rauf Hacıyev və Tofiq Əliyev. Sağ olun.